Salam, hər vaxtınız xeyirli olsun sevgili 14 TV televiziyasının izləyiciləri. Hər birinizi xoş gördük. 14 TV-nin efirində Misra verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bu gün də hər dəfə olduğu kimi gözəl bir mövzu, eyni zamanda studiyamızda çox dəyərli qonaqlarımız var inşallah. Mən zaman itirmədən əziz qonaqlarımızı sizə təqdim etmək istəyirəm. İlk qonağım ilahiyyatçı, Əhlibeyt şairi Hacı Qubad Həsənzadə. Hacı, xoş gördük. Xoş gününüzü görək. Mən də sizi və tamaşaçılarımızı salamlayıram. Gününüz xoş, ovqatınız xoş keçsin. Allah xalqımızı, o cümlədən bütün dünyamızı sülh, əmin-amanlıqla həmişə şayət eləsin. Çünki sülhdən, əmin-amanlıqdan dünyada daha gözəl şey olmaz. Və Allaha imanla ömrü hər bir izləyicimizə Allahdan diləyirəm. Təşəkkür edirəm Hacı. Dualarınıza amin deyirəm. Var olasınız. Minnətdarlığımı bildirirəm ki, dəvətimizi qəbul edib iştirak etdiyinizdən dolayı. İnşallah ki, əlbəttə ki, veriliş ərzində sizin gözəl söhbətlərinizi dinləyəcəyik, zövq alacağıq. Növbəti qonağım Əhlibeyt məddahı Sadiq Kazemi. Sadiq bəy, sizi də xoş gördük. Çox sağ olun, mən də salamlayıram hər birinizi. Allah razı olsun. Həmçinin dəvət elədiniz, bəli, Kanal 14-də təşkilatçılıq, həmçinin kanalın bəli, müdiriyyət heyətindən tutmuş bütün işçiləri hər birinizi salamlayıram. Başda siz əzizimiz Hacı Oktay, Allah sizi salamat eləsin. Allah inşallah xidmətlərinizi ali dərəcədə qəbul etsin inşallah. Təşəkkür edirəm Sadiq bəy. Siz də var olasınız ki, dəvətimizi qəbul edib, gəlib, iştirak edirsiniz inşallah. Əlbəttə ki, gözəl səsinizlə verilişimizi, proqramımızı zinətləndirəcəksiniz. İnşallah mən keçid alıram Hacı mövzumuza. Mövzumuz iman və şeirdir. Hacı, elə ki, sualım belə tərtib eləyək. İman və şeir nədir? Bunların hansı ortaq xüsusiyyətləri var? Bunları bir-birinə bağlayan hansı səbəblər var? Buyurun, inşallah sizi dinləyək. Gözəl mövzudur, çox aktual mövzudur, çox mühüm mövzudur. Təşəkkür edirəm bu mövzunu, məhz bu mövzunu seçdiyimizə görə. İcazə verin, elə Allah Taala'nın Qur'an-ı Kitabda, Qur'anında şairlər haqqında dediyi bir neçə ayəniz xatırladaq tamaşaçılarımıza. Allah Taala buyurur ki, Şüara surəsinin deməli 224, 225, 226, 227-ci ayələr. Şüara surəsinin 4 ayəsi, sonuncu 4 ayəsi məhz şairlər haqqındadır. Allah Taala buyurur ki, deməli şairlərə gəlincə, onlara yalnız azğınlar uyar. Söhbət o şairlərdən gedir ki, onlar Allah həqiqətini dərk eləmirlər, necə gəldi, nətər gəldi, nədən gəldi yazırlar. Bunların sözü Allahın buyruğuna itaət eləmir. Söhbət o şairlərdən gedir. Şairlərə gəlincə, onlara yalnız azğınlar uyarlar. Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgardan gəzib dolaşırlar və onlar etmədikləri şeyləri deyirlər. Ancaq iman götürən istisna edir Allah Taala. Sözümüz bundadır ki, böyük Füzulimiz yazır ki, Allah Taala ki, şair haqqında bəhsə bu cür kəskin ki, girir ki, onlara azğınlar uyar və arxasınca buyurur ki, İlləl-ləzinə əmənu, iman gətirənlər istisna olmaqla. Söz elə belə bir şey deyil. Allah Taala ilk dəfə aləmi yaradanda özü Quranda buyurur ki, ona kun fəyəkun dedi, aləmdə oldu. Biz Allahın məxluq olmağına yanaşı, eyni zamanda sözün evladıyıq. Allah Taala sözə bu qədər dəyər verir ki, bütün peyğəmbərlərə kitab və sühuflar göndərib, söz göndərib. Allah Taala sözə bu qədər önəm verir ki, Quranda buyurur, Qaf surəsi 17-ci ayədə ki, hər bir insanın etdiyi əməli yazmaq üçün hazır durur gözləyən 2 mələk vardır. Qaf surəsi 18-də buyurur ki, hər bir insanın ağzından çıxan sözü yazmaq üçün hazır durur gözləyən 2 mələk vardır. Yəni, insanın həyatı, sözü, hərəkəti kitablaşır Allah tərəfindən, sözləşir. Qiyamət günü əməl dəftər olaraq, bunlar sözün, bizi dəllər, hikmətləridir. Gör, Allah sözə nə qədər dəyər verir. Şair gərək şair olmağın şərt. Ümumiyyətlə həyatda hansı peşənin sahibi olursansa ol, əvvəlcə mömin, müsəlman olmaq və sonra da o peşənin sahibi olmaq lazımdır. Həkimsənsə Allahı tanıyaraq həkim olmalısan. Müəllimsənsə Allahı tanıyaraq müəllim olmalısan. Şairsənsə Allahın Qur'an, Peyğəmbər, din həqiqətlərini dərk eləyərək şair olmalısan ki, sənin yazdığının da bir dəyəri olar.
Hədəfin bəlli ola. Sən hansı hədəfə yazırsan? Böyük Füzulimizdən sizə bir misal çəkim. Böyük Füzuli yazır ki, vəzifəsini dərk edir bu adam. Bu adam, bilirsiniz də, Ayətullah Əl-Üzmaydı. Müştəhid idi. İslam dinində fitva vermə hüququna malik bir insan idi. Eyni zamanda 3 dildə divan yaratmış bir şairdir. Ərəb, fars və türk dillərində divan yaradıb. Divan bilirsiniz də şeirin bütün bəhirlərində, keçmişdə belə idi, bütün bəhirlərdə şeir yazıb tam cəm eləməsən, komplekt eləməsən, həmin şair kimi qəbul edilməzdir. 3 dildə bu kişi divan yaradıb. İndi deyir ki, mənim vəzifəm, deməli, Allah Taala mənə şairlik istedadı verib. Görün, mən bu vəzifədən istifadə edib nə eləməliyəm? Bir şeir misal çəkir. Deyir ki, mənə Xaliq o şərti ilə veribdir hüsnü göftarı, ki Mövla gülşənində bülbülü dastan saraq olsun. Allah Taala deyir, mənə gözəl şeir yazma qabiliyyəti verib, söz yazma qabiliyyəti verib. Mənim vəzifəm nədir? Verib ki, mən axirəzzaman Peyğəmbər Qədirxunda 120 min zəvvarın qabağında ömrünün sonuncu həccində bizə öz Mövlamızı təqdim elədi. Bu Əli ibn Əbu Talib idi. Və tapşırdı ki, məndən sonra bu kişiyə tabi olun. Və hər kəs istəyirsə ki, mənim kimi xoşbəxt yaşasın və cənnətin əla mərtəbələrində yerləşsin, məndən sonra Əli ibn Əbu Talibə tabi olsun. Bu ilahi bir əmr idi. İndi Füzuli deyir ki, mən vəzifəmdir ki, bunu xalqa çatdıram. Bu mənim vəzifəmdir. Mənə Xaliq o şərti ilə veribdir hüsnü göftarı, ki Mövla gülşənində bülbülü dastan saraq olsun. Mövla burada Əlini nəzərdə tutur, Həzrəti Əlini. Gah halsın innəma bağındakı güllərdən ilhamı, sapa inci düzürkən dürcü bəhri həlləta olsun. Bilirsiniz ki, innəma Əhzab surəsinin 33-cü ayəsidir. Allah Teala buyurur ki, innəma yuridullahu liyusba ankum rizsə əhləl beyti və yutahhirakum tatira. Həqiqətən Allahın iradəsi bu oldu ki, yalnız siz əhl-i beytdən bütün zahiri və batini çirkinlikləri pak etsin və sizi pak-pakizə qərar versin. Yəni Allah Taala'nın iradəsi idi bu ki, əhl-i beyt istisnasız olaraq risk kəlməsi işlədir. Buradakı istisnasız, yəni təkcə təqvalı deyil, təkcə imanlı deyil, təkcə mərifət sahibi deyil. İstisnasız olaraq bütün insani gözəl xislətlərə bunlar malikdirlər. Zahiri və batini çirkinliklərdən. Və ikincində də həl ətaya işarə edir. Bu da Əl-İnsan surəsidir ki, bilirsiniz ki, Həzrət Əli və ailəsi nəzir demişdi, 3 gün oruç tutub hər axşam elə iftar eləmək istəyəndə müsəlman əsir, fəqir, miskin gəldi və 3 gün dalbadal öz çörək paylarını onlara verib su ilə iftar elədilər. Əsl yüksək insan nümunəsi göstərdilər və bunların şəninə Həl-Ətə surəsi indi. Füzuli bunu nəzimləşdirir, xidmət eləyir. Şeiri ilə Rəbbinə, imana xidmət eləyir. Buyurur ki, gah halsın innəmə bağındakı güllərdən ilhamı, sapa inci düzürkən dürcü bəhri həl-əta olsun. Gör necə gözəl söz deyir. Gəda tək ummaram pay süfrəsindən bir kəsin. Əmma mən gədayammı xalqın süfrəsinə göstərəm ki, xalq mənə nəsə versin. Gəda tək ummaram pay süfrəsindən bir kəsin. Əmma könül istər Əlinin asitanında gəda olsun. Dilim varmaz Əlidən qeyri bir sultanı mədh etsin. Budur arzum ki, məmduhim Əliyi mürtəza olsun. Görün şeirinlə İslam'a necə xidmət edir. Görün söz necə bağlanıb Allaha, onun dininə, həqiqəti necə car eləyir xalqa. Bax, iman əhlinin şeiri budur. Söz, şeir Allaha xidmət eləməlidir, onun dininə xidmət eləməlidir. Gəda tək ummaram pay süfrəsindən bir kəsin, amma könül istər Əlinin asitanında gəda olsun. Dilim varmaz Əlidən qeyri bir sultanı mədh etsin. Budur arzum ki, məmduhim Əliyi mürtəza olsun. Yeri gəlmişkən bir nöqtəyə də toxunum mən. Buyurun, buyurun. Zamanəmizdə baxırıq bir qism şair qardaşlarımız var ki, onlar qafildirlər bu həqiqətdən. Mən onlara sadəcə tövsiyə xarakterli bir kəlmə söz demək istəyirəm ki, insan ki, o qələmi götürdü əlinə, yazmağa başladı, o gərək həqqi car eləyə, gərək gerçəyi car eləyə. Mən bir dəfə bir şairdən oxuyuram, deyir ki, ilahi, şeytana uyma. Təsəvvür edirsiniz, ilahi, şeytana uyma. Görün, insan nə qədər uzaq düşər ki, belə ifadə işlədər. Bir də bir məclisdə biri məndən soruşur ki, hacı, baxdım ki, siz moizələrinizdə şeirdən geniş istifadə edirsiniz, klassik Azərbaycan ədəbiyyatından, şairlərdən istifadə edirsiniz. Ona görə elə izləyirlər, istədim sizdən bir sual soruşum. Dedim, buyur.
Dedi ki, o ki insan ki namaz qılır, alnın yerə qoyur, möhrə qoyur. Olmaz ki, insan alnın yerə qoyub, həm yeri deyir, onun dediyi termindən deyirəm, həm yeri zanit eləməyə, həmin yeri də əkə becərə, vaxtı da itməyə. Həm deyir, vaxt itməyə, həm yeri də zanit eləməyə. Gedə deyir, əkə, biçə, başqa işlər görə. Bu olmaz bəyəm belə. Təsəvvür edirsiniz ki, bu adam ziyalıdır. Bu adam qələm sahibidir. Görün, həqiqətdən insan nə qədər uzaq düşür. Söz Allaha xidmət eləmə əvəzinə, öz ziyası ilə, Allahın buna verdiyi istedadı ilə bu xidmət eləmə əvəzini görün, bunu İslamdan uzaq düşmək haralara aparıb çıxarır. Ona görə söz Allaha, onun kitabına, Peyğəmbərinə və əhl-i beytinə xidmət eləməlidir. Qur'an-ı Kərimin nəzəri olaraq Allahın Peyğəmbəri endirib, nəzəriyyə olaraq gətirib, 12 imam isə onu əməli olaraq həyata keçirmək üçün Allah Taala tərəfindən məmurlandırılıblar və bu da şeirdə, şairin şeirində, iman əhlinin şeirində öz əksini tapmalıdır. Təşəkkür edirəm Hacı, var olasınız. Həqiqətən də çox gözəl açıqlamalar oldu. Yəni bizi izləyən izləyicilərimiz də onların adından da deyə bilərəm ki, doğrudan da ətraflı şəkildə şeir və iman mövzusunu izah elədiniz. Bir daha minnətdarlığımı bildirirəm. Elə şeirdən söhbət açmışkən, əlbəttə ki, verilişimiz şeirsiz olmaz. Bir Əhl-i Beyt şairi kimi, təbii ki, bu gözəl gündə sizin şeirlərinizi dinləmək saadətinə nail olaq. Buyurun, söz sizindir. Təşəkkür edirəm. Biz də öz kiçik qələmimizlə və tamaşaçılardan üzr istəyirəm ki, mən Böyük Füzulimizin şeirindən sonra kiçik bir şeir oxuyuram. Təbii ki, ondan sonra biz necə şeir oxusaq da, təbii ki, bu şeirin dalınca bizim şeirimiz çox kiçikdir. Amma veriliş ki, misra verilişidir, burada şeirsiz keçməz. İslam dini haqqında yazdığım bir şeir oxumaq istəyirəm. Əziz doğma və məhrəmsən, vücudə ruhə məlhəmsən, ən paki ülvi kəlməmsən, varmı səndən məyər dinim, mənim şiirin, şəkər dinim. Qüdsiyyətsən, ləyaqətsən, qüdrət, izzət, fəzilətsən, insə ən ali qiymətsən, dürrüm, ləlim, cöhər dinim, mənim şiirin, şəkər dinim. İlahidən təcəllasən, bu izzət, bu cəlallasən, yenilməzsən, tayəslasən, sarsılmaz, sınmaz ər dinim, mənim şiirin, şəkər dinim. Cəlalinə cəlal yetməz, məlalinə məlal yetməz, şəninə ün, xəyal yetməz, sən ey dünya həşir dinim, mənim şiirin, şəkər dinim. İnsan sən ilə insandır, iman sən ilə imandır, sən ilə qul həqünvandır, eyinsə nur zivər dinim, mənim şiirin, şəkər dinim. Əli sənlə məlal etdi, Hüseyn sənlə cəlal etdi, pak itrət nəhal etdi, ey cürət, ey hünər dinim, mənim şiirin, şəkər dinim. Ey təbərra, ey təvəlla, ey müsəlla, ey müəlla, sən ey ali, sən ey əla, ey ilahi əsər dinim, mənim şiirin, şəkər dinim. Sən ey şəfqət, sən ey rəhmət, sən ey fitrət, sən ey himmət, ey şirin ülfət, ey vəhdət, və son qalib zəfər dinim, mənim şiirin, şəkər dinim. Qubad səndən ziya aldı, vəfa, təqva, səfa aldı, cuş etdi, əhl-hal oldu, ey ruhə bar bəhər dinim, mənim şiirin, şəkər dinim, ey ruhə bar bəhər dinim, mənim şiirin, şəkər dinim. Təşəkkür edirəm Hacı, var olasınız. Allah qələmimizə bir daha bərəkət versin. Ümumiyyətlə sizin yaradıcılığınızı izlədiyimiz zaman dəyərlərə xüsusi önəm verirsiniz. Həm milli dəyərlərimizə, həm mənəvi dəyərlərimizə, ictimai mövzulara, xüsusilə belə deyək, elimizdə, məsələn, xüsusilə bizim el adətimiz olan toy ki, bizim xüsusi diqqət eləyəcəyimiz bir adət növüdür, xalqımızın adət növüdür. Toy barəsində olan mövzular, eyni zamanda valideynə sevgi, övlada sevgi. Yəni, bu mövzular ümumiyyətlə doğrudan da çox qiymətlidir. Yəni, dəyərlər çox qiymətlidir. Bayaqları elə belə deyək, bizim o sualımızın davamı olaraq
hesab etsək bu mövzunu, şeir və iman, yəni sizin yaradıcılığınızda da heç bir boş bir mövzu yoxdur. Ümumiyyətlə Hacı, bu əslində belə olmalı deyilmi? Yəni bütün şairlər bu şəkildə, yəni insanlara bir nümunə olacaq şəkildə şeirlərini yazmalı deyillərmi? Axı dahi Füzulilərimiz, bizim Nəsimilərimiz də belə formada yazıblar. Nə bu məsələdə ümumiyyətlə hansı fikirlər səsləndirərdiniz? Sizin buna bu məsələyə münasibətiniz necədir? Həzrət Peyğəmbər əleyhissalamın zamanında Həssan ibn Samit adlı bir şair var idi. Peyğəmbər əleyhissalama yazılmış bir həcvə, yəni Peyğəmbəri təhqir eləyən, tənqid eləyən bir şeirə bu adam bir cavab yazdı. Peyğəmbər əleyhissalam həmin Həssan ibn Samiti dinləyəndən sonra onu öz minbərində əyləşdirdi. Və şeiri dinləyəndən sonra öz əbasını çıxarıb onun çiyninə saldı. Və dedi ki, nə qədər ki bizdən yazırsan, Cəbrail sənin köməkçindir. Və həmin Peyğəmbər əleyhissalamın Həssan ibn Samitə verdiyi o Peyğəmbərin verdiyi əba bugün Türkiyədə Topqapı Muzeyində qorunub saxlanmaqdadır. Mən istəyirəm Seyyid Əzim Şirvanidə bir misal gətirim və bunu da gözəl şəkildə nəzməşək Seyyid Əzim. Hər kimin mövlası aləmdə şəhi mərdan olur. Çəkməsin qəm ki, onun hər müşkülü asan olur. Ol imami dini dünya, kim onun inkarına, dininə, dünyasına yüz nöqsan olur. Ol şahənşahi vilayət ki, şəb-i meyracidə, xan-ı qurbində onun şah-ı rəsul mehman olur. Bilirsiniz ki, Peyğəmbər əleyhissalam dəfələrlə meyracda olub və növbət dəfə, bir dəfə də meyracda olanda Allah Teala'ya aclığını bildirdi, təam istədi, Allah Teala da ona bir süfrə göndərdi və sonra Peyğəmbər buyurdu ki, ilahi sən özün buyurursan ki, tək yemək bəyənilmir, məkruhdur. Mənə bir yoldaş, Allah Teala buyurdu ki, devam elə, bu saat bir yoldaş da gələ. Əl gəldi və demək, Peyğəmbər əleyhissalam müşayiət eləməyə başladı. İndi görsən, indiki dövrdə internet səhifələrinə baxırsan, belə şeylər görsən, kontekstdən çıxardırlar. Başlayırlar tənəli şəkildə bunu verməyə. Daha demirlər ki, məsələn, Seyyid Əzim böyük bir ustaddır. Seyyid Əzim elm sahibidir. Belə şey boş-boşuna durar, nəzmə gətirər. Kişilər elm oxuyublar. Nəcəfdə nə qədər bunlar elm oxuyublar. Deyir ki, o şahənşahi Peyğəmbər işarə edir. O şahənşahi vilayət ki, şəb-i meyracidə, meyrac gecəsində, xan-ı qurbində, yəni yaxın süfrəsində, xan-ı qurbində onun şah-ı rəsul mehman olur. Həzrət Əli işarə edir ki, gör bu kimdir ki, Peyğəmbər meyrac gecəsində süfrədə təmin edərkən onun yaxın süfrəsindəki onunla müşayiət edən əl kim idi? Əli ibn Əbu Talib idi. O şahənşahi vilayət ki, şəb-i meyracidə, xan-ı qurbində onun şah-ı rəsul mehman olur. Bilməyən vacib sicudi asitani dövlətin, gər mələkdə, gər bəşərdə, rütbə-i şeytan olur. Bilməyən vacib olmayan qail imamətlə bu mövla həqqinə. Yəni, belə quru-quru sevirəm yox ha. Olmayan qail imamətlə bu mövla həqqinə gər 100 il tayət qılırsa cümləsi üsyan olur. Allah. Kim ki ixlas ilə tutsa bu şəhin damanını, yəni ətəyini, kim ki ixlas ilə tutsa bu şəhin damanını, qədridə miqdadı buzda rütbədə səlvan olur. Sən o şahi qədir xummi ki, həqdən şəninə Mustafaya ayeyi təbliğ üçün fərman olur. Təsəvvür edirsiniz, Peyğəmbərin 63 yaşı var. Həzrət Əlinin 33 yaşı var. Allah Teala Maide surəsi 67-də əmr buyurdu Peyğəmbərə ki, ya eyyuhər rəsuluh, bəlliğ mə unzilə iləyqə min rabbik və in ləm təfəl fəmə bəlliqdə risalətuhu vallahu yəsimuqə minən-nas. Ya Allahın Rəsulu, Rəbbin tərəfindən sənə indirilmiş bu mühüm xəbəri, yəni Əli ibn Əbu Talibin məmurluğun, imamətin xəlqə çatdır. Əgər çatdırmasan, öz Peyğəmbərlik risalətini tamamlamış olmazsan. Seyyid Əzim bunu deyir, gör sən necə adamsan ki, Peyğəmbərə Allah deyir ki, sən o şah-ı qədir xummi ki, həqdən şəninə, Mustafaya ayeyi təbliğ üçün fərman olur. Görürsünüz, dinə necə xidmət edir. Qələm görürsünüz, dinin hansı incə nöqtələrinə toxunur. Sonda indi bayaqları, Həssan ibn Samitdən misal çəkdik, buyurur ki, Seyyid-i biçarə bir kəmtər qulamındır sənin. Babası Həzrət Əleyhisselam işarə edir. Deyir ki, Seyyid-i biçarə bir kəmtər qulamındır sənin. Lütf ilə qılsan nəzər həm rütbəyi Həssan olur. Necə ki, sən, ya Əli, necə ki, Peyğəmbər Həssan ibn Samitə lütf elədi şeirinə görə, əbasını çıxartdı, onu çirinə saldı, ona dəyər verdi.
O belə necə deyirlər, qazanc elədi, mənəvi qazanc. Sən də həmin Peyğəmbərin ki, canişinisən, sən də mənə lütf eləsən, mən həm rütbəyi Həssan olaram. Gör necə məharətlə bunu nəzmə gətirir. Sevgidi biçarə bir kəmtər qulamındır sənin, lütf ilə qılsan nəzər, həm rütbəyi Həssan olur. Bəli, şairlər gərək bu işdə çox diqqətli olsunlar. Şeir gərək Allaha, dinə, imana xidmət eləyə, həqqi car eləyə, əks təqdirdə qiyamət günü hər bir insan necə ki, əməlinə cavab verər, hər bir peşənin, hər bir istedadın sahibi qiyamət günü öz istedadına görə, öz peşəsinə görə Allah huzurunda cavab verəcək. Gərək şairlərimiz də, şeir əhlimiz də buna diqqət edin. Təşəkkür edirəm, Hacı, var olasınız. Gözəl həqiqətən açıqlamalar, gözəl söhbətlər, maraqlı, insana gərəkli olan nöqtələrə toxundunuz. Hər birimiz üçün doğrudan da çox belə məhsuldar bir mövzu, məhsuldar bir söhbət oldu, var olasınız. Və əlbəttə ki, bizim daha bir gözəl, dəyərli qonağımız var. Əhl-i Beyt mədahı Sadiq Kazemi. Sadiq bəy, inşallah söz sizindir. Çox sağ olun. Gözəl səsinizlə, avazınızla studiyamızı zinətləndirin. Buyurun, İnşallah, sizi dinləyək. təşəkkür edirik. Allah razı olsun. Həccə də təşəkkür edirik, öz gözəl. Yenə də təşəkkür edirəm. Allah razı olsun. Həccə də çox gözəl sözləri ilə və şairləri və həmçinin imanla şairi inşallah biz üçün açıqlama verdi. Allah salamat eləsin. Bəli, inşallah biz də öz növbəmizdə inşallah məth eləyək. Allah qəbul eləsin. Buyurun, buyurun. Bismillahirrahmanirrahim. Ya Rahmanu, Ya Rahim. Ya Mugallibel Kulub, Sabbit kulubana ala dinik. Müjde aram, nuri haktan, çeşşeşanlar roşan oldu. Müjde aram, nuri haktan, çeşşeşanlar roşan oldu. Açtı bir gül, gül üzünden, yekser alemler gül oldu. Allah Allah, Allah Allah geldi yarim, başa çattı intizarim, başa çattı intizarim. Ya ibne Zehra, ya ibne Heydar, Mekdemin olsun mübarek. Ya İmam-ı Zaman, ya ibne Zehra, ya ibne Heydar, Mekdemin olsun mübarek. Mehdiye kurbandı canlar, izzet o iclali vardı. Sağ yüzünde dadlı tuzlu Haşimi bir hali vardı. Mehdiyem kurbandı canlar, izzet-u iclali vardı. Sağ yüzünde dadlı tuzlu Haşimi bir hali vardı. Eşkiden divaneyem ben, şem-idi pervaneyem ben, şem-idi pervaneyem ben. Yabne Zehra, yabne Heydar, Mekdemin olsun mübarek, Mekdemin olsun mübarek.
ey gözüm ağlama Mevla gelecek. Ey gözüm ağlama Mevla gelecek. Gam yeme Mehdiye vala gelecek. Ey gözüm ağlama Mevla gelecek. Gam yeme Mehdiye vala gelecek. Ağam 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 Mehdi. Ağam 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 Mehdi. Bir günün cilvesi daim görünür. Söbh-i sadık'dan elayim görünür. Tal'ati Hazreti Gaim görünür. Yar-ı mehbub-i dilara gelecek. Yar-ı mehbub-i dilara gelecek. Ruhetan ha gelecek. Can-ı Zehra gelecek. Kabe'den zahir olan vakte imam verecek aleme elami qiyam. Dilde tekbir Huda, elde hisam. İnkılap etmeye berpa gelecek. İnkılap etmeye berpa gelecek. Ey Huda, Şam'a dönüp gündüzümüz, Kerbela'da kalıp ağlar gözümüz. Ey Huda, Şam'a dönüp gündüzümüz, Kerbela'da kalıp ağlar gözümüz. Şüheda seyyidine var sözümüz, bes haçan muslih dünya gelecek. Bes haçan muslih dünya gelecek. Ruh-i Taha gelecek. Can-ı Zehra gelecek. Can-ı Zehra gelecek. Ver beşaret züefai zamane, Hanedani şühedai vatene. Şem-i nurun salacak encümene. Can-ı pervane yara gelecek. Yani pervane yara gelecek. Ruh-i Taha gelecek. Can-ı Zehra gelecek. Allahümme Accil veliykel feraj. Təşəkkür edirəm Sadiq bəy. Allah səsinizə bərəkət versin. Allah sizi qorusun inşallah. Həmişə Allah sizi bu yolda müvəffəq eləsin. Sağ olun. Var olasınız, dəvətimizi qəbul edib gəldiyinizə görə zövq aldıq. Və Hacı, yenidən sizə keçid almaq istəyirəm, sualla müraciət eləmək istəyirəm. Şeir və iman haqqındadır mövzumuz, danışırıq. Hədislərdə gəlib ki, Hacı, iman 3 qismə bölünür. Biri ilki qəlbdə, dildə demək, daha doğrusu, ikincisi qəlbdə təsdiq etmək, üçüncüsü də əməldə göstərmək. Əgər əlaqələndirmə aparsaq şeirlə yenidən iman arasında, Hacı, şeiri neçə hissəyə bölmək olar? Əhl-i Əleyhisselamdan, Peyğəmbər və onun Əhl-i Beytindən bir şey sual eləyəndə konkret bölgüləri bizlərlə zərgər dəqiqliyi ilə onları bölür. Aha. Amma məsələn, belə bir sual Əleyhisselama ünvanlandı ki, yəni hansı şair daha üstündür? Aha. Buyurdu ki,
sən denən görüm hansı istiqamətdə yazan şairdən danışsan. Sən onun hansı sahədə yazdığın denən, mən sənə deyim hansı daha üstündür. Nə qədər diqqət eləyirlər, diqqət olur. Odur ki, soruşlar ya ilə hansı söz daha üstün sözdür? Buyurdu ki, qallə və dəllə. Ən qısa və ən mənalı deyilən sözlər, şeirlər daha üstünüdür. Belə bölmək olar ki, məsələn, elə şeirlər var ki, keçmiş hadisələrə həsr olunur. Onu nəzmə çəkir. Məsələn, İmam Hüseyin müsibətini, Əhl-i Beytin müsibətləri və s. hadisəsini nəzmə çəkir. Elə şeir var, hikmət əsasında şeirdir. Elə şeirlər var, eşq və sevgi şeirlərdir. Eləsi var, ibrətamiz şeirlərdir, ibrətnamələrdir. Eləsi var, satirik şeirdir, siz özünüz də bunu bilirsiniz. Sonra iki növlər var ki, əruz vəzni və heca vəzni. Əruzun özünün öz bəhirləri, heca vəzninin də özünün öz sahələri var ayrı-ayrı. Ümumən belə deyək ki, əsas budur ki, şeir hansı vəzində yazırsansa, hansı sahədə yazırsansa, o həqqə dediyimiz kimi imana xidmət eləsin, həqqə xidmət eləsin. Əsas məsələ budur. Məsələn, sizə bir epizod deyim. Nizaminin elmi yazdığı. Bugün ispat olunur ki, Böyük Nizami 12 elminə şeir yazıb. Hətta Əhməd Ağa Əhmədov onun haqqında bir Nizami Elmşünas adlı kitab yazıb. Orada 12 elm bildiyini ispat edir, sahələrə ayırır və buyurur ki, bundan başqa da mümkündür Nizami 12-dən daha çox elm bilib. Sadəcə misraların sayı deməli əsərlərində azdır deyə, o elm barədə misraların sayı azdır deyə, ona görə biz desək ki, o elmi də bilib, onu elm əhli bizdən qəbul eləməz. Amma 12 elminə nağdı şeir yazır. Məsələn, görün necə xidmət edir, elminən görün necə açıqlayır. Buyurur ki, hələ açılmamış elmi ilə göylər. Lakin hər elmdə gülər bir səhər. Bir qara pul olsun bir arpa əgər, onda 4 gövhərdən tapılar əsər. Yəni hava, su, torpaq və günəş. Bir qara pul olsun bir arpa əgər, onda 4 gövhərdən tapılar əsər. Görün nə misal çekilir? Toxum göyərsə də torpaqdan, sudan, o kəs ki Allahı inkar eləyir, danır. Görün onu necə isbatla, dəlillə Allahın həqqaniyyətini isbat eləyir. Elə bir belə deyək, bir mənəvi ringə çıxıb Allahı inkar eləyir, döyüşür. Və onu eləmək olub eləyir ki, da dəlillərin qabağında söz tapılır. Bəli. Bir toxum göyərsə də torpaqdan, sudan bu sirri axtarıb tapmamış insan. Toxumu bəsləyən torpaqdır, ancaq ona şəkildə mi verir bu torpaq? Sən demirsən ki, bütün yaradılış torpağın, suyun, havanın vasitəsiyləndir, günəşin vasitəsiyləndir. Sənin dediyin məntiq ilə biz bu işə yanaşsaq, onda gərək hər şey eyni rəngdə bitər, eyni dadda olan, məsələn deyirəm ha, eyni düzümdə olan, amma bunlar başqa-başqa rəngdə, başqa-başqa qoxuda, başqa-başqa dadda. Deməli, burada bir hikmət ilahi var. Bu, qətiyyən torpağın məhsulu ola bilməz. Bu işi nizamlayan bir qüvvə var. Təkcə günəşlik deyil bu iş, təkcə suluq deyil bu iş. Buyurur ki, toxumu bəsləyən torpaqdır, ancaq ona şəkildən verir bu torpaq. Nizamsız olsaydı yeraltı bir an, salxım olardı mı deyin toxumdan? Tutaq salxım olur hər dənin sonu, şəkil qəlbinə kim salır onu? Fikri dolaşdıran bu pərdədə bir, halları dəyişən səbəb izlənir. O səbəb nədirsə sənin yanında, demirsən ki səbəbdir. O səbəb nədirsə sənin yanında, aç söylə, saxlama onun canında. Bir səbəb gördükdə arif olanlar bilir ki, yaratmış onu səbəbkar. Yəni Allah bilir ki, yaratmış onu səbəbkar. Nizami uzaqlaş bu fikirlərdən, gəl düşmə dünyanın tələsinəsə. Şeir, məsələn, görsün, elmə necə xidmət, elminə necə Rəbbin ispat elədi, gör necə xidmət elədi, necə ali dərəcədə İç işədir tamamən. Bəli, tamam iç işə. Və yaxud götürək, bir şeirində sonra ki, münacat eləyir. Allahla gör necə danışır. Təvazösünə bax, mədəniyyətinə bax, elminə bax, təqvasına bax, mərifətinə bax. Deyir ki, Allah Teala deyir ki, torpağa dönsə də bu aciz bədən, hər yerdə, hər zaman məbudum sənsən. İlahi, nə qədər dünyada sağam, sənin xatirinə yaşayacağım. Vəfasız yaranmış bütün qapılar. Bir sənin qapında vəfa tap. Yalnız sənin əhdin əbədi qalar, ölüm də, dirim də səndən əhd alar. Zərrəcə qorxmuram gələn əcəldən. Bu yol dərgahına gedir əzəldən. Ölüm ki səndəndir, nə qüssə, nə qəm. Qoy ölüm ölümdən mən dad çəkmərəm. Hərçəndi dünyada ölüm gerçəkdir, ölüm ölmək deyil, yer dəyişmək deyil. Əgər dərd üzündən qulun nizami, sənə yalvardısa tut ilticami. Dəryadan yüksələn bulud bilməni. Yağsam da boşaltma bu xəzinəni. Görün, bir ovuş torpaq olur Allah dərgahında. Allah huzurunda fikir verir.
dəryadan yüksələn bulud bilməni, yansam da boşaltma bu xəzinəni. 100 lüğət yaradıb yazsa 100 əsər, hər sözün başında səni təriflər. O 100 min üzr ilə qapında durar, bilir ki, boynunda min günahı var. O bütün dərdini danışmaz ki, sən lalların dilini yaxşı biləsən. Xəmirəm qarasa, sən yoğurmusan. Xəttim qarışıqsa, özün qurmusan. Sən öz xətlərinin hamısını yusan, ömürlük bağlaram ağzımı, inan. Söhbət görsüz ilahi xidmətdən gedir. Söhbət şeirlə, sənətlə, ən ali dərəcədə sənət peşəkar, o cümlədən də yaxşı bilir ki, hədəf haradır. Yaxşı bilir ki, yön haradır. Bu şeiri, bu sözü hara yönətməyin artıq izlərlər, yolun tapılır. Artıq başa düşür ki, onun vəzifəsi nədən ibarət. Var olasınız Hacı, elə bu məqamda istəyirəm elə Dahi Nizaminin o gözəl, əlbəttə ki, beytlərini xatırlatdınız. Allah Dahi Nizaminin ruhunu şad eləsin. Azərbaycan ədəbiyyatının böyük, görkəmli nümayəndələrindən biridir. Əlbəttə ki, bir davamçısı olaraq sizin də şeirlərinizi dinləmək gözəl olar inşallah. Bir daha sizi yazdığınız o gözəl misralarınızı eşidək. Buyurun. Tamam, bir dənə nöqtə toxunum, sonra bu şeiri oxuyum. Buyurun. Veriliş də yekunlaşır yavaş-yavaş. Soruşurlar ki, Nizami Gəncəvi Əhl-i-Beyt haqqında şeir yazıb mı? Bəli, Nizami Gəncəvinin Əhl-i-Beyt haqqında şeirləri də var. Məsələn, şeirinin birində şeir ilə deyir ki, elm ki, əlidən ayrıldı, o öz hidayətini itirər. Bu hansı sözədir? Yəni, Peyğəmbər buyurur ki, ənə mədinətül ilmi və əliyyün babuha. Mən elmin şəhəriyəm, əli onun qapısıdır. Yəni, bu qapıdan girərlər bu şəhərə. Elə ki, deyir, elm ki, əlidən ayrıldı, deyir, öz hidayətini, doğru yola yönətməsini itirər. Və sonra başqa kəlamında, nəzminlə deyir, başqa kəlamında deyir ki, əgər sən istəyirsənsə ki, həqqin yolu ilə gedəsən, Əhl-i-Beytin yolunu tut. Dəfələrlə geniş şəkildə bunları vurğulamaqdadır. Əsasən, deməli, İskəndərnamə, həm İqbalnamədə, Şərəfnaməsində bunları daha çox eləyir. Və yeri gəlmişən qeyd edir ki, böyük üstad bu boyda Sirlər xəzinəsini yazıb bitirəndə bu adamın 18 yaşı təzəcə tamam oldu. Dünyanın şah əsərlərindən biri, yəni biz birisi yaxın, keçən ildə 880 yaş tamam oldu Nizamimizin. Bu kişi 17-18 yaş arasında yaratdığı əsərin böyüklüyünə bax. Sirlər xəzinəsi. 17-18 yaşlı bir gəncin təfəkküründəki qüdrətə baxın. Belə biz bir kiçik şeirimizdə istəyik. Buyurun. Şükür olsun o böyük hadi-i sübhanımıza ki, çevirmiş necə gör itirəti cananımıza. Həmd olsun Allaha ki, Azərbaycan xalqı Əhl-i-Beyt yolu ilə gedən, Əhl-i-Beyti sevən bir xalq. Hər xalqa nəsib olmaz bu. Şükür olsun o böyük hadi-i sübhanımıza ki, çevirmiş necə gör itirəti cananımıza. Vətənim olmuş əzəldən uza taha yurdu, deyilib aşiqi taha fəqət ünvanımıza. Nəsib olmaz belə bir lütf-i kərəm hər xəlqə ki, bu neymətdir bizim Azərbaycanımıza. Canımız, ruhumuz olmuş nəbi və ali nəbi. Canımız, ruhumuz olmuş nəbi və ali nəbi. Yeriyib həmd ola bu eşq, necə gör qanımıza. Nəşrin eşqidir bu itrəti taha eşqi ki, dönüb dəhridə mənən necə rizvanımıza. Dusiti ali nəbinin ta olub dusitimiz, əbədi çevrilib həm düşmanımıza. Qubada eşqi taha əmridir Qur'anın odur ki, bu taətdir və həm Rəbbə və Qur'anımıza. Qubada eşqi taha əmridir Qur'anın odur ki, bu taətdir və həm Rəbbə və Qur'anımıza. Var olasınız Hacı, Allah qələminizə bərəkət versin. Bayaq özünüz də qeyd etdiyiniz kimi, çox təəssüf ki, artıq verilişimizin sonuna yaxınlaşırıq. Əlbəttə ki, hər dəfə olduğu kimi insan doğrudan da bu vaxtın necə gəldiyini, necə getdiyini söhbətlərin o qədər şirin, o qədər bərəkətli olduğundandır ki, hiss eləmir. Amma əlbəttə ki, bizə ayrılan da vaxt bu qədərdir. İnşallah sonda Sadiq bəyin ifasını bir daha dinləyəcəyik. Əziz izləyicilər, nə yaxşı ki varsınız. Təşəkkür edirik ki, bizi izlədiniz. Öz asudə vaxtınızı əlbəttə ki, bu proqramı seyr etməyə keçirdiniz. Ümid edirəm ki, əlbəttə bu dəyərli, qiymətli söhbətlərdən faydalanırsınız, mənəvi zövq alırsınız inşallah. Bizim də zaten məqsədimiz bundan ibarətdir. İnşallah Allah nəsib eləsin növbəti proqramlarda görüşmək ümidi ilə sizi Allaha əmanət edirəm. Xudahafiz.
Müjdəni ver, Zəhra göz açıb nuru Hüseyn güneş kimi, dünyaya saçıb nuru Hüseyn, 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 Hüseyn. Mələk fələk emmiş yerə ətrin duyalar beşiyinə, ləbbeykə deyib baş qoyalar Hüseyn, 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 Hüseyn. Mövludun mübarəkdir sultan, sənə qurban, eşqin xəstə qəlbimə dərman, sənə qurban, sənə qurban. Mövludun mübarəkdir sultan, sənə qurban, eşqin xəstə qəlbimə dərman, sənə qurban, sənə qurban. Əvvəl fəzin, canlar fəda dərya gözünə heyran olur, aləm hamı səqqa gözünə ağam, 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 ağam. Qeyrətinin, qeyrət belə heyrani olub adın ağa, bir dərdlərə dərmani olub ağam, 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 ağam. Mövludun mübarəkdir sultan, sənə qurban, eşqin xəstə qəlbimə dərman, sənə qurban, sənə qurban. Mövludun mübarəkdir sultan, sənə qurban, eşqin xəstə qəlbimə dərman, sənə qurban, sənə qurban. Hüccətini ya xəstə ola tamam edər Kərbəlada, necə səbr ilə qiyam edər Ali, 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 Ali ibn Hüseyn Səccadın gözəl adın, elə zikrin olar imdadın Ali, 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 Ali. Mövludun mübarəkdir sultan, sənə qurban, eşqin xəstə qəlbimə dərman, sənə qurban, sənə qurban. Mövludun mübarəkdir sultan, sənə qurban, eşqin xəstə qəlbimə dərman, sənə qurban, sənə qurban. Mövludun mübarəkdir sultan, sənə qurban, eşqin xəstə qəlbimə dərman, sənə qurban, sənə qurban.